Bir şəxs vardı, övladı olmurdu. Gəlmişdi bir ariflərdən biri ilə görüşmüşdü. Demişdi, övladım yoxdur, böyük arifdir. Mən oxumuşam onun haqqında, əzəmətli dünyasını dəyişdi. O deyir, ona bir dua dedi, nə bilim, zikir dedi və s. O getdi, bir müddət keçdi, yenə də olmurdu övladı. Başqa bir ariflə görüşmüşdü. Allah bəzi vaxt kiməsə ayən edir, kiməsə ayən eləmir. Hər yerə bir cür. O arifdən də dua istəyəndə, o gedəndən sonra həmən o ikinci arif yanındakilar demişdi ki, buna xeyri yoxdur. Allah zikir, dua da versək buna xeyir eləməyəcək. Çünki atasının nifrini var bunun üzərində. Atası nifrin eləyib. Atası bəla istəyib bunun üçün. Ona görə bax, bu zikirlər təsir eləmir ona. Bu deməkdir, insan namazını saxlasın, orucunu saxlasın, bundan işim getmir. O böyük məqamlar istəyirsə, bunlar maniyyədir, biləsiniz. Hətta İmam-ı bir dənə hədis istəyirəm. İmam-ı deyir, atanın nifrini ilə inqita'in nəsil o qədər təsirlidir ki, nəslin kesilməsinə qədər təsir göstərə bilir. Nəslin kesilər. Da səndən nəsil yaranmaz. Ata bu qədər mühümdür. Get-gedə, azala-azala nəsil kesildi, getdi. Bu məsələyə bu cürünə bax. Hətta bir sizə hadisə danışım. Peyğəmbərdən bir dənə hadisə deyim. Peyğəmbər zamanı dilər, filan səhabə dünyasını dəyişib, Peyğəmbər gəldi. Gəldi başının üstünə, gördü, can verir. Hazırdır, yanında bir neçə qadın da dayanıb. Amma can verir. Peyğəmbər dedi ki, filan dedi, bəli. Dedi, la ilahə illallah. Kim deyir bunu? Peyğəmbər. Hansı zikir? La ilahə illallah zikir. Həmən şəxs deyə bilmədi. Təsəvvür edirsiniz? Adam deyər ki, Peyğəmbər gəl, adam başını təlqin eləyər, görür, hansı kim gəlir? Rəhmətən lil aləmin. Deyir, la ilahə illallah deyə bilmir. Dərdə bax. Peyğəmbər başı üstü məsələn, dedi ki, burada kimdir o anası? Qadın dedi ki, mənəm anası. Bunu Mənazilul Axirədə müəllif gətirib. Dedi, mənəm anası. Dedi, yaxşı. Dedi, sənin müşkülün var buna? Dedi ki, ya Rasulallah, 6 ildir. 6 ildir bu balam mənə od qoyur. Mən ondan narahatam. Bəli, qəlbim də ona narazıdır. Dedi, indi onun vaxtı deyil. Bağışla onu. Qadın vaxtı dedi, rədi'tu bi rizakə ya Rasulallah. Sənə görə razı oldum ha. Şəfaətdir də bu da Peyğəmbərin. Sənə görə razı qaldım. Yoxsa razı olmazdım. Bunu deyəndən sonra dil açıldı. Dedi, cavan nə görürsən? Dedi, çox narahat bir sima gəlib başımın üstündədir. Narahatam. Mənə çox narahat edir. Dedi, cavan bu zikri deyim dinən, dedi, buyur. Dedi, ya mən yəqbəlul yəsir və yəfu anil kəsir. Ey azı qəbul eləyən Allah, ey çox günahdan keçən Allah, iqbil minni əl-yəsir, məndən azı qəbul elə, əfu ənil kəsir, çox günahlarımı bağışla, innəkə əntəl xafur rəhim, sən doğrudan da bağışlayan Allahsan, rəhimlisən. Bunu deyəndən sonra dedi, necədir vəziyyətin? Dedi, asıl o gedir, başqa bir sima görürəm. Mən bilmirəm, olmuşsuzsa görərsiniz, bəzi vaxtlar narahatdır sima, can üstündə olanda. Amma biraz keçəndən sonra, bəzi zikirlərdən sonra üzündə təbəssüm yaranmağa başlayır, halı dəyişməyə başlayır. Bəzi vaxtlar vəziyyət budur. Yaxşı. Dedi, indi başqa sima gəl. Dedi, bu zikri davam elə, davam elə. Davam elədi bu zikri, davam elədi. Ondan sonra, ya Rasulallah, indi tam rahatam, hər şey qaydasın. Bunu da dünyasını dəyişdi. Mən nə demək istəyirəm sizə? Deməyim budur, rəhmətən lil aləmin başının üstündədir, zikri deyir, təlqin eləyir, deyə bilmir. Niyə? Müşkül anadadır. Bəzi vaxtlar maniyyədir. Gecə ibadətlərimizdə də ananın, atanın nifrini varsa maniyyədir, narazılığı varsa maniyyədir. Bunu həll eləyin.